Yüksək məbləğdə pul vədi ilə vətəndaşları aldadan dələduzların yeni üsulları ortaya çıxıb. Özünü bank əməkdaşı kimi təqdim edən şəxslər bu dəfə vətəndaşa pul qazandırmaq əvəzinə onun hesabındakı vəsaiti mənimsəyiblər. Elə anonslardan da izlədiyiniz kimi xəstə övladının müalicəsi üçün pul axtaran ata dələduzların toruna düşüb, ona yüksək məbləğdə vəsait vəd edilib, nəticədə isə öz kartındakı pulundan da olub. Hadisənin təfərrüatları əməkdaşımız Bəyim Mahir qızının süjetində. Siz kartınızda falan qədər məbləğ olmalıdır. Biz sizə 2000 manat yollayacağıq. Sonra dedi ki, bu məbləği də vurun, 1000 manat da əlavə vurun karta, biz sizə 10.000 verək. Avqustun 2-də müsahibin Vüqar Səfərlinin bank kartından 2000 manata yaxın pul çıxarılıb. Onun sözlərinə görə hadisə sosial şəbəkədə qarşılaşdığı saxta pul təklifi ilə başlayıb. Özünü bank əməkdaşı kimi təqdim edən şəxslər vətəndaşa qısa müddətdə yüksək məbləğdə pul veriləcəyini vəd ediblər. Vüqar Səfərli qarşı tərəfin verdiyi tapşırıqları yerinə yetirdikdən sonra kartındakı məbləğ mənimsənilib. Uşağın böyrəyindən xəstədir, dializə gedib gəlir. Onun qaraciyəri də yaxşı deyil, qarın boşluğuna su yığılır. Onu müalicə elətdirmək üçün dedim, həmin pulun üstünə biraz da pul qoyum, biraz da pul düzəldim qoyum, onu müalicə elətdirəm. Biraz keçdi, biri zəng elədi, mən xəzinədaram, sizə pul ayrılıb, sizin bizdə var 11.900 nə qədər pul belə. Bir də telefona baxdım, gördüm 5 manat qalıb, pul yoxdur. Və həmin nömrəyə də zəng çatmadı. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyində araşdırma aparılır. Baş verən hadisə bir daha göstərir ki, dələduzlar vətəndaşları aldatmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Bəzən isə vətəndaşlar yüksək gəlir vədi ilə özü də bilmədən fırıldaqçıların qurduğu tələyə düşürlər. Kiberdələduzluq halları çox vaxt texniki hücumdan yox, insanın aldadılmasından başlayır. Dələduz özünü bank əməkdaşı, polis, kargo şirkətinin nümayəndəsi, hətta tanış biri kimi də təqdim edə bilər. Məqsəd burada insanı qorxutmaq, tələsdirmək və düşünməyə vaxt verməməkdir. Ümumiyyətlə, əgər vətəndaş kartınız bloklanacaq, hesabınızdan pul çıxılır, təcili kodu deyin və ya bu linkə daxil olun kimi ifadələr eşitdikdə başa düşməlidir ki, bu artıq bir ciddi siqnaldır. Əgər vətəndaş yanlışlıqla artıq məlumatları veribsə, vaxt itirmədən birmənalı şəkildə bankla əlaqə saxlamalı və lazım gəldikdə isə hüquq mühafizə orqanlarına da müraciət etməlidir. Buna görə mütəxəssislər vətəndaşlara diqqətli olmağı, şəxsi və bank məlumatlarını paylaşmamağı, şübhəli hallarda isə birbaşa bankla əlaqə saxlamağı tövsiyə edirlər. Bəyim Mahir qızı, Namiq Ağayev, Elmira Seyfəddin qızı, İTV Xəbər.